Salam, gəlin bir anlıq təsəvvür edək. Elə bir dünya ki, orada heç kim qida üçün pul ödəmək məcburiyyətində deyil və hər kəsin keyfiyyətli, sağlam qidaya çıxışı var. Yox, bu sadəcə bir xəyal deyil. Bu, 5-ci kitabdan ilhamlanaraq hazırlanan və bəşəriyyətin gələcəyini kökündən dəyişə biləcək real bir plandır. Söhbət qida azadlığından gedir. Bir düşünün. Əgər sabahdan etibarən qida üçün pul xərcləmək məcburiyyətiniz olmasaydı, o vaxtınızı, enerjinizi, pulunuzu nəyə sərf edərdiniz? Bəlkə yeni bir şeylər icad edərdiniz, yoxsa yaradıcılıqla məşğul olardınız? Bax bu sual bütün bugünkü söhbətimizin mərkəzində dayanır. Gəlin, qısaca yol xəritəmizə nəzər salaq. Əvvəlcə qida azadlığı missiyasının nə olduğunu anlayacağıq. Sonra mövcud sistemdəki problemlərin dərinliyinə varacağıq. Daha sonra fərddən başlayıb bütün millətə yayılan həll yolunu, bu işin mühərriki olan şəbəkə marketingi modelini və sistemin necə işlədiyini addım-addım öyrənəcəyik. Sonda isə bu möhtəşəm ideyanın gələcək vizyonuna baxacağıq. Yaxşı, gəlin başlayaq missiyanın özündən. Qida azadlığı. Bu söz birləşməsi ilk baxışdan sadəcə qarın doyurmaq kimi səslənə bilər. Amma əslində bundan qat-qat böyük bir mənanı ifadə edir. Bu, bəşəriyyətin gizli potensialını üzə çıxarmaq üçün bir açardır. Yəni, məsələ budur ki, insanlar sabah nə yeyəcəm dərdindən qurtulur və bütün enerjisini, bütün beynini daha böyük işlərə yönəldir. Kəşflərə, incəsənətə, elmin inkişafına. Diqqət mərkəzini gündəlik ehtiyaclardan bəşəriyyətin tərəqqisinə dəyişirik. Yaxşı, bu ideya çox gözəl səslənir. Amma niyə bu qədər vacibdir? Niyə təcili bir məsələdir? Çünki hazırda istifadə etdiyimiz qida sistemi həm bizi, həm də yaşadığımız planeti yavaş-yavaş məhv edir. Və problem inanın ki, düşündüyümüzdən çox daha dərindir. Baxın, reallıq göz qabağındadır. Bir vaxtlar dadı damağımızda qalan o kənd çolpasını indi broiler əvəz eləyib. Çay balığının yerini isə ferma balıqları tutub. Süfrələrimiz demək olar ki, yeni dəyişdirilmiş süni alternativlərlə doludur və bunun nəticələri təəssüf ki, çox acıdır. İnsan ömrü qısalır, əvvəllər eşitmədiyimiz xəstəliklər artır, planetin özü enerji balansı pozulur. Yəni açığı, bu getdiyimiz yol bizi birbaşa dalana aparır, həm özümüzü, həm də gələcək nəsilləri. Yaxşı, problemi anladıq, bəs çıxış yolu nədir? İndi gəlin həll yoluna fokuslanaq və bu həll yolu inanın ki, çox maraqlıdır. Tək bir insandan başlayıb bütün bir millətə yayılan bir modeldən danışırıq. Məsələn, konkret bir rəqəm deyim. Təxminən $10.000 bir insan özü üçün tam qida azadlığı yarada bilər. Yəni, bir inəyi, bir neçə toyuğu cücəsi, kiçik bir istixanası olsa, o adam artıq süd, ət, yumurta, tərəvəz üçün heç kimdən asılı deyil. Amma ən heyrətamiz tərəfi nədir bilirsiniz? Bu kiçik fərdi model bir-birinə calanaraq böyüyüb bütün ölkəni əhatə edə bilər. Bəli, düzgün planlaşdırma ilə cəmi 5-10 ilə bütün Azərbaycanı sağlam və pulsuz qida ilə təmin etmək mümkündür. Bu xəyal deyil, real bir hədəfdir. Yaxşı, sual yaranır. Bəs bu qədər böyük bir işi necə sürətlə, necə effektiv şəkildə həyata keçirmək olar? Bax, cavab burada gizlənib. Şəbəkə marketingi. Gəlin görək niyə məhz bu model seçilib. Burada neçə çox vacib strateji üstünlük var. Birincisi, sürət. Bu model sözün əsl mənasında işıq sürəti ilə yayıla bilir. İkincisi, iştirakçılar. Onlar sadəcə kənardan baxan müştəri olmur. Hər kəs prosesin birbaşa iştirakçısına, sahibinə çevrilir. Və bəlkə də ən önəmlisi, pul ölkədə qalır, kapital xaricə axmır, öz iqtisadiyyatımızın içində dövr edir. İndi isə gəldik yəqin ki, hamının ən çox maraqlandığı hissəyə. Yaxşı, bəs bu sistem konkret olaraq necə işləyir? Mən bu işə necə qoşula bilərəm və qoyduğum pul necə dəyər yaradır? Bayaq $10.000-dan danışdıq, amma aydındır ki, hər kəsdə bu məbləğ yoxdur. Məhz buna görə də sistemə qoşulmaq üçün ilkin məbləğ çox əlçatan saxlanıb. Cəmi 380 manat. Bu o deməkdir ki, demək olar hər kəs bu hərəkatın bir parçası ola bilər. Yaxşı, bəs qoyduğum bu 380 manat necə bölünür? Gəlin baxaq, burada hər şey çox şəffafdır. 160 manatı şəbəkənin, yəni sistemin böyüməsinə gedir. 100 manatı birbaşa ferma, ambar kimi infrastrukturların tikilməsinə ayrılır.
20 manatı ehtiyat fondundadır və yerdə qalan 100 manat, bax o birbaşa sizin şəxsi investisiyanızdır. Bunu daha aydın başa düşmək üçün gəlin çox sadə bir misala baxaq. Məsələn, toyuq ferması. Deyək ki, sizin o 100 manatlıq investisiyanız şərti olaraq 100 toyuq payıdır. Bir il ərzində bu 100 toyuq təbii artımla olur 1000 toyuq. Sistem sizin o ilkin 100 payınızı qoruyub saxlayır. Yəni investisiyanız yerindədir. Yerdə qalan 90 toyuq isə artıq mənfəətdir. Və bu mənfəətin, yəni 90 toyuğun 49% birbaşa sizindir. Amma burada ən unikal, ən inqilabi məqam gəlir. Sistem sizə dividendi pulla ödəmir. Yox, sizin gəliriniz birbaşa fermada yetişdirilən məhsullardır. Yumurtadır, ətdir, balıqdır. Yəni missiyanın özü reallaşır. Siz qidanı pulsuz əldə edirsiniz. Sistemin daha bir maraqlı tərəfi var, o çox ağıllıdır. Tutaq ki, sizin payınıza düşən balıq ailənizin ehtiyacından çoxdur. Sistem bu artığı götürüb, avtomatik olaraq başqa bir sahəyə, məsələn, toyuq fermasına sərmayə qoyur. Nəticədə sizin bu qida portfeliniz təkcə böyümür, həm də şaxələnir, daha güclü olur. Bütün bu detallardan sonra gəlin biraz da böyük mənzərəyə baxaq. Bütün bunların gələcəyi nədir? Bu layihə Azərbaycan üçün uzun müddətli perspektivdə nə vəd edir? Bu sadəcə bir biznes və ya təsərrüfat deyil. Bu, gələcək nəsillər üçün qoyulan yeni bir irsdir. Düşünün, bu minlərlə, bəlkə 10 minlərlə yeni iş yeri deməkdir. Və ən gözəli odur ki, bu iş yerlərinə adamlar kənardan yox, elə sistemin özündən, iştirakçıların arasından cəlb olunacaq. Təsəvvür edin, insanlar artıq sosial yardımlara möhtac qalmır. Çünki cəmiyyət özü-özünü təmin edən möhkəm bir quruluşa çevrilir. Və bu ideyanın miqyasını, potensialını anlamaq üçün bir cümlə kifayətdir. Bu sistemin gətirəcəyi gəlir neftdən və ya qazdan daha çoxdur. Bəli, bu o qədər böyük bir modeldir ki, təkcə bizim ölkəmizi yox, potensial olaraq bütün dünyanı aclıqdan qurtara bilər. Və sonda gəlin bu sual üzərində düşünək. Azərbaycan bu möhtəşəm, bu inqilabi modeli özü reallaşdırıb, bütün dünyaya nümunə olan, hətta bu sistemi ixrac edən bir ölkəyə, bir mərkəzə çevrilə bilərmi? Məncə bu üzərində ciddi düşünməyə dəyər bir gələcəkdir.